Salam uşaqlar. Deməli mən bu günləri sizə reklam ads menecerinə necə daxil olmaq olur və reklam necə vermək olur, onu göstərəcəm. Sadəcə bu videonu çəkəndə hamımızdan xahişim nədir? Kim nəyi öyrənmək istəyirsə, ən çox verilən suallardan biri o olacaq ki, inanıram ki, reklam hesabı necə bərpa eləmək olar, reklam verirəm, reklam qısıtması olan nə etmək lazımdır. Birinci videonu çəkirəm sadəcə ilk olaraq hamımız üçün ki, görəsiz ki, reklam hesabına Ads Manager'dən hamı deyə reklam necə vermək lazımdır. Amma burada reklam yönəltisinə girirsiniz. Mən də Azərbaycan dilində də hal-hazırda. Ona görə Azərbaycan dilinə giririk. Burada reklam yönəltisi budur. Burada verilən reklamlar var. Və burada sadəcə oluşdur düyməsini vurursunuz. Oluşdur düyməsini vurandan sonra baxın indi burada açılacaq. İndi biraz gecikmə baş verir. Və burada bilinlik və trafik var, erişim var. Məsələn, trafik ən çox profil ziyarəti vurmaq istəyənlər buradan istifadə edir. Amma yox, standart yoxdur, satış etmək istəyənlər ən çox buraya etkiləşim vurursunuz, davamı vurursunuz. Burada iki dənə çıxır. Var manual, var önərilən reklam kampaniyası. Burada fərq nədir? Manualda özün yığırsan, amma burada yoxdur, önəriləndə isə özün yığmırsan. Bunların fərqi budur. Mən həmişə manual verirəm. Manualdan daxil oluruq bura. Görürsünüz burada kampaniyalar yaradılır. Bax solda görürsünüz yeni etkinlik set. Setin içində nə qədər istəyirsə reklam yarada bilirsiniz. Məsəl üçün bunu bastınız. Basandan sonra indi məndə bir sorun oluşdu. Bunu əlavə bir dənə yaratmaq istədim. Hızlı çoxaltı basırsan bir dənə. Fikrin burada və ikinci səhifədə açılacaq. Bir neçə nə istəyirsinizsə reklam bunun içində deyirlər 5 dollara, 10 dollara reklam veririk. Yəni 10 dənə reklam bu həmin budur. Onu buradan yaradırsınız. Buradan düşürük aşağı. Misal üçün görürsünüz burada kəndini oluşturur, mesaj zad bunlar hamısı bunun içindədir, başa düşdünüz. Buradadır. Burada kampaniya budur. Reklam setimiz budur. Neçə manat qoyacaqsınız, harda verəcəksiniz, necə verəcəksiniz. Misal üçün WhatsAppda vermək istəyirsiniz, Instagramda vermək istəyirsiniz. Bax bu cürünə buradadır. Burada da məbləği uzun seçirsən, burada günü seçirsən, misal üçün gün neçə gün geçsin. Misal üçün burada yoxsa konumlardır. Siz seçirsiniz ki, harada misal düzənləri vursaq, hansı ölkədə necə vermək istəyirsiniz, neçə kilometr vermək istəyirsiniz, hamısı bunun içindədir. Burada adminsən, onu dəyişə bilirsən, özəl hədəf kütləyə keçirdəndə özün keçirdə bilirsən, yəni AB test hamısını buradan edirsən. Bu ilk olaraq elə belə çəkmişəm. Bu video baxış yığsa, növbəti misal üçün mən videolarımda sizə öyrədəcəm ki, sıfırdan reklam necə yaradılır.